Salam, mən Natiq Əhmədov, Azərbaycan Tibb Universitetinin 6-cı kurs tibb tələbəsiyəm. Mərkəzi Gömrük Hospitalına müraciət səbəbimiz yaxınım olan nənəmdə yaranmış olan stenokardiya ilə bağlı şikayətlər idi. O, təngənəfəslikdən, döş qəfəsi arxasında olan yandırıcı ağrıdan, hərəkət zamanı ağrının şiddətlənməsindən və bu ağrının davamlı olmasından şikayətlənirdi. Rayonda mərkəzi xəstəxanaya müraciət elədikdən sonra Bakı şəhərindəki istənilən bir klinikaya müraciət haqqı verilən sığorta ilə bağlı göndəriş aldıq. Şəxsi seçimimiz olaraq Mərkəzi Gömrük Hospitalını seçdik və Mərkəzi Gömrük Hospitalının kardiologiya şöbəsinə müraciət elədik. Hörmətli kardioloq doktor Emin Hacıbalayevin prosedurundan sonra mənim nənəmə angioqrafiya icra olundu və damarın stentlənməsi uğurla həyata keçirildi. Xəstədə ikincili şikayətlərin, daha əvvəl keçirilmiş ağır xəstəliyin, qanaxma riskinin olmasına baxmayaraq, Emin doktor xəstəliyi çox professional şəkildə idarə etdi və xəstənin vəziyyəti stabilləşdikdən sonra xəstəmizin xəstəxanadan çıxarışını təsdiqlədi. Bizə yaradılmış şəraitə görə həm doktorumuz Emin doktor Hacıbalayevə, həm də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova çox təşəkkürümü bildirirəm.